Onlar məni orada, qaranlıqda buraxdılar. Amma bilmədikləri bir şey var idi. Mən orada doğulmuşdum. Mən o tənhalıqda özümü tapdım. Mən həqiqəti axtarırdım və ən son sualı verdim özümə. Əgər məni anam doğub bir meşədə atsaydı, mən indi kim idim? Bu şuur mənə həqiqəti göstərdi. Zülmət, qaranlıq, heç nəyin olmadığı lal və soyuq həqiqəti. Mən o anda anladım ki, bu dünyada hər şey yalanı ispat etməyə çalışır. Həqiqət isə çılpaq və sakit. Heç bir şeyi sübut etmək istəmir. Nə şahidi var, nə sübutu var, nə dəlili. Ax o həqiqətdir. Amma öz işini görür, səssiz, səmirsiz. Anladım ki, mən öz yalan dünyamı, yalan olsa da şirin dünyamı dağıtdım. Artıq həqiqətin sükutuna qarışıb yalanı seyr edirəm. Dünya böyük bir teatr, insanlarsa aktyor. Hərə ona verilən rolu məharətlə oynamağa çalışır. Nə gözəl deyib bunu müdrik. Mən birdən anladım ki, mən indi oturduğum yerdə oturub baxırmış müdrik. Və mən bugün gördüyüm mənzərəni o da eyni görürmüş. Ona görə illərdir müdriklər bu dünyanın bir yalan olduğunu deyirmiş. Bugün mən yalan dünyanın şirin şərbətindən imtina edərək həqiqətin acı zəhərini içirəm. Amma neynəmək olar? Yol eyni, ünvan eyni. Amma bir fərqimiz var. Kimi çatanda qucaqlaşar, kimisə nalə çəkib geri qaçmaq istəyər. Amma faydasız.